İsrailezkuru. Yə burada təbi məddli hərf, yədən sonra təbi məddli hərf gəlir. 2 səs qədər uzanacaq. Bənidə, bənidə bir böyük bir mədd var. Bu olacaq bizdə məddi münfəsil. Niyə görə? Çünki bəni İsraildən ayrıdır. Demək, mədd həmzədən ayrı olduğuna görə, eyni kəlmədə olmadıqlarına görə mədd olacaq münfəsil. Bəni İsrail, bəni övladları deməkdir və İsrail isə İsrail. İsrail övladları deməkdir. Demək, bəninin İsrailə aidliyi yoxdur. İkisi də ayrı-ayrı kəlmələrdədir. Sonra gəlir İsrailezkuru. İndi İsrailezkuruda nə var? Sin hərfinin üstündə tormuzlama vermək lazım. Ani müddət ərzində. İsrailezkuru. Ra hərfindən sonra gördüyünüz kimi məd var. Ra qalın oxunacaq. Məddin görək həmzəyə aidliyi var, yoxsa yoxdur. İsrailə kəlməsi bir kəlmədədir. Mədlə həmzə, ona görə bu olacaq məddi müttəsil. 4 hərəkə miqdarında uzadılacaq. Sonra gəlir bizə uzkuru, İsrailezkuruda. Burada İ'də nə var? Uzunluq var. Çünki İ'dən sonra